Salam, hər birinizi xoş gördük. Mən Səbinə Əmrahova. Bu gün sizinlə Python-la bağlı belə bir misal tipinə baxacağıq. Deməli, bizdə ilk öncə x-in, y-in, z-in qiymətləri ardıcıl şəkildə verilib və burada x, y-lərin bir-biri ilə əvəzlənməsini görürük. Yəni bizə deyir ki, x-in qiymətini y-in qiymətinə bərabər elə. X-imizin qiymətini 18-ə bərabər eləyəcək. Y-imizin qiymətini deyir ki, x-a bərabər elə. Yəni artıq y-imizin qiyməti olacaq 20. Və z-imizin də qiyməti 22-də olduğu kimi qalır. Və mən birinci prosesi yerinə yetirdim. Keçirəm indi ikinci prosesi yerinə yetirməyə. Bu dəfə deyir ki, və hər dəfə yeni qiymətlər alandan sonra köhnə qiymətləri artıq biz nə edirik? Silirik. Bizə yeni qiymətlər lazımdır. Yəni deyir ki, x-in qiyməti z-ə bərabərdir, yəni 22-yə. Və z-in qiyməti x-a bərabərdir. Z-imizin qiyməti 18. Deməli, x-in son qiymətini və z-in son qiymətini silirik. Bizim artıq y-imizin qiyməti 20, x-imizin qiyməti 22 və z-in qiyməti 18. Gəlin burada if şərti operatorunda hər bir qiymətləri yerinə qoyacaq. Deməli, x-imizin qiyməti 22-dir. 22 böyükdürmü y-dən 20-dən? Deyirəm, bəli. Bəli dediyim üçün düşürəm növbəti if-dəki şərtimi ödəyib ödəmədiyinə baxıram. Baxıram ki, x-imin qiyməti 22 böyükdürmü z-in qiymətindən? Bəli. Onda nə olacaq? Məndə print A çapa getmiş olacaq. Və məndə if ödəndiyi üçün artıq else qoluna baxmayacam. Və son olaraq da bir dənə burada printim olduğu üçün və C-ni də çapa vermiş olacam. Doğru cavabım burada C variantı olmuş olacaq.